Salam əziz dostlar, hər birinizi xoş gördük. Bilirsiniz bugün neynəcəyik? Çox maraqlı bir şey. Ailəmiz haqqında İngiliscə danışmağı öyrənəcəyik. Həm çox əyləncəli olacaq, həm də super asan. Mənimləsiniz? Elədir, düz eşitdiniz. Artıq siz özünüz, ananızdan, atanızdan ingiliscə danışa biləcəksiniz. Necə səslənir? Məncə, əladır. Yaxşı, o zaman başlayaq? Başlayaq. İlk olaraq kimdən danışırıq? Əlbəttə ki, anamızdan. Gəlin görək, anamızı ingilis dilində necə təqdim edə bilərik? Deməli, birinci cümləmiz belədir. Bu, mənim anamdır. Yəqin ki, bu cümləni tez-tez işlədirsiniz, elə deyilmi? Məsələn, dostunuza ananızı göstərəndə. Bəs, gəlin görək, bunu ingiliscə necə deyərik? Çox maraqlıdır. Aha, ingiliscə belə olur, this is my mom. Gəlin tələffüzünə baxaq, ekranda da yazılıb, this is my mom. Burada mom sözü ana deməkdir. Çox asan, düzdür? Və gəldik ən maraqlı yerə. Gəlin hamımız birlikdə ucadan deyək. Hazırsınız? 3, 2, 1. This is my mom. Super. Birinci cümlə artıq hazırdır. Yaxşı, indi anamızla bağlı ikinci cümləyə keçək. Anam xoşbəxtdir. Biz hamımız istəyirik ki, analarımız həmişə xoşbəxt olsun, düzdür? İngiliscə bu cümlə belə səslənir. My mom is happy. Burada yeni bir sözümüz var, happy. Tələffüzü də çox şirindir. My mom is happy. Yadda saxlayın, happy xoşbəxt deməkdir. Afərin sizə, çox yaxşı gedirsiniz. Gəlin, bir dəfə də, bu dəfə daha sərbəst deyək. Hazır? My mom is happy. Əla, budur. Deməli, ana haqqında iki cümləni artıq öyrəndik. Super. İndi isə növbə kimindir? Bəli, atamızın. Gəlin görək, ata haqqında nələr deyə bilərik? Atamızla bağlı birinci cümləmiz anamızla bağlı olan cümləyə çox oxşayır. Bu mənim atamdır. Fikir verdiniz, sadəcə bir söz fərqlidir. Deməli, ingiliscəsini tapmaq sizin üçün lap asan olacaq. Baxın, ingiliscəsi də demək olar ki, eynidir. This is my dad. Tələffüzünə baxaq. This is my dad. Gördünüz? Sadəcə mom sözünün yerinə dad dedik, dad isə ata deməkdir. Bax, bu qədər sadə. Yaxşı, qaydamız necə idi? Birlikdə təkrar edirik. Hamı bir ağızdan. This is my dad. Afərin, sizdə çox yaxşı alınır. Və bugün üçün sonuncu yeni cümləmiz gəlir. Atam yorğundur. Bəzən olur atalar işdən gələndə biraz yorğun olurlar, düzdür? İngiliscə bunu belə deyirik. My dad is tired. Gəlin tələffüzünə fikir verək. My dad is tired. Burada da yeni bir sözümüz var. Tired. Tired, yorğun deməkdir. Çox yaxşı, artıq 4 dənə tam cümlə öyrənmiş oluruq. Gəlin bu sonuncunu da birlikdə səsli şəkildə deyək. My dad is tired. Siz lap dilçi olacaqsınız. Yaxşı, indi nə edirik? Təbii ki, öyrəndiklərimizi təkrarlayırıq ki, heç vaxt yadımızdan çıxmasın. Hazırsanızsa, gəlin bütün cümlələri bir daha yada salaq. Gəlin belə edək. Mən Azərbaycanca deyəcəm, siz biraz fikirləşin, sonra birlikdə İngiliscə cavab verək. Anlaşdıq? Başladıq. Deməli, bu mənim anamdır. İngiliscə necə idi? Bəli, this is my mom. İkinci, anam xoşbəxtdir. Bu necə idi? My mom is happy. Afərin. Üçüncü, bu mənim atamdır. Bu asan idi. This is my dad. Və axırıncısı, atam yorğundur. Necə deyirik? My dad is tired. Əla, hamısını xatırladınız. Gördünüz, 4 dənə tam ingiliscə cümlə. Bu möhtəşəmdir. İndi isə ən vacib hissə gəlir. Bu cümlələri işlətmək, yəni növbə sizindir. İndi biraz fikirləşin. Ən maraqlı yeri də elə budur. Siz bu sözləri qarışdırıb yeni cümlələr düzəldə bilərsiniz. Məsələn, bəs sənin anan, atan bugün necədir? Bəlkə anan yorğundur? Onda necə deyəcəksən? Düzdür, my mom is tired. Yaxşı bəs, atan xoşbəxtdirsə? Onda da my dad is happy deyə bilərsən. Gördünüz, artıq özünüz sərbəst cümlələr qurursunuz. Bugün öyrəndiklərinizi mütləq evdə ananıza, atanıza deyin. Yadda saxlayın, öyrənməyin ən yaxşı yolu danışmaqdır. Hələlik.